Çiyələkli soyuq kofe içmisiniz? Elə ləzzətli, elə xoş tamı var idi ki, istəyirəm siz də sınayıb dadına biləsiniz. Bu yaxınlarda mənə Secret Vkusadan bal kimi şipşirin bir bağlama gəldi. Etmədim tənbəllik, içərisindəkilərlə fərqli bir dad hazırlamaq istədim. Bəli, cəllaba çiyələyi ilə qəşəng bir soyuq, buzlu kofe hazırladım. Çiyələyin suyu gedənə kimi şəkər tozu və qaynar su ilə kofeni köpürdüb sərtliyini azaldıram. Əgər kofe sevənsinizsə bu formada çox miqdarla hazırlayıb buzxanada depolaya bilərsiniz. Alınan köpüyü daha dayaz qaba töküb buzluqda 3-4 saat gözlədəcəm. Əslində bu formada da hazırlaya bilərik. Onu qeyd etmək istəyirəm ki, çiyələk kofenin sərtliyini alıb daha təravətli elədi. Üzərinə isə Secret Vkusanın qatılığını və dadını çox bəyəndiyim qatlaşdırılmış südündən əlavə edirəm. Biraz qarışdırdıqdan sonra sıra gəlir kofe toplarına, buz, kırdalanmış çiyələk və soyuq suya. İnandırım sizi, indiyə kimi nuş etdiyim ən təravətli, ən ləzzətli kofe idi. Mütləq hazırlayın. Çox gözəl alındı, möhtəşəm dadı var.